Salam, bugün litosfer tavaları platforma ve geosinxronal bölməsindən 65-ci sualdan 110-cu suala qədər olan qismi izah edəcəyik. 66-cı sual, ilk sualımız da 66-cı sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Belə bir sualdır. Deməli, Kordilyer dağları və böyük su ayrıcı. Seysmik cəhətdən fəaldır. Deməli, bu böyük su ayrıcı dağlara aid olmur. Bu aiddir Kordilyer dağlara. 1-ə 1. Şimaldan cənuba doğru uzanır. Hər ikisi böyük su ayrıcı dağlar da, Kordilyer də şimaldan cənuba doğru uzanır. Bu ortaya gedəcək. Ən hündür zirvəsi qar xəttindən aşağıda yerləşir. Qar xəttindən aşağıda yerləşir böyük su ayrıcı dağlar. Hündürlüyü 2228 metrdir. İsti də zona olduğu üçün qar xəttindən aşağıda yerləşir. Fanerezoy ionunda formalaşmışdır. Fanerezoy ionu deyərkən paleozoy, mezozoy, kaynozoy hər üçü nəzərdə tutulur. Böyük su ayrıcı dağlar paleozoy erasında formalaşır. Kordilyer dağları isə mezozoy və kaynozoy erasında. Ona görə hər ikisinə aiddir. Materikin qərbində yerləşir. Bu Kordilyer dağlarına aiddir. Faylı dağlardır. Faylı dağlar qədim dağlardır. Deməli, doğru cavab olacaq burada 1-ə 1, 5, 2-ə 3, 6, 3-ə 2, 4. Y variantı doğru cavabdır. 67-ci sual. Deməli, Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Appalaç, Ural, Böyük su ayrıcı. Appalaç Şimali Amerikada, Ural Rusiyada, Böyük su ayrıcı da Avstraliyada yerləşir. Biz bilirik ki, bunlar üçü də qədim dağlardır. Paleozoy erasında formalaşmışdır. Üçünə də aid olacaq. Yəni 4-ə bir cavabı olmalıdır. Üçünə də aiddir. Lavrasiya qurusundan ayrılan materik. Lavrasiya şimalda yerləşən materiklər, yəni Avrasiya və Şimali Amerikaya aiddir. Bu 1-ə aid olacaq. 1-ə 2. Şərq yarımkürəsində yerləşir. Appalas qərb yarımkürəsində yerləşir. Ural və Böyük su ayrıcı isə şərq yarımkürəsində yerləşir. Deməli 3-ə 3 aid olmalıdır. 1-ə 2, 3-ə 3, 4-ə 1. Baxaq görək hansı cavaba uyğun gəlir. Burada bir də şərq yamacı okeandan gələn hava axınlarının təsiri altındadır. Bu Appalaz və Böyük su ayrıcı dağlara aiddir. Seysmik cəhətdən sabit ərazilərdir hər üçü. Yəni 4-ə 1 uyğun gəlmişdi. 4-ə 1 uyğun gəlmişdi. Bir də seysmik cəhətdən sabit ərazi orada olan dağların üçünə də aiddir. Deməli, doğru cavab olur Y variantı. 67-ci sualda Y variantı doğru cavabdır. 68-ci sual. Sxemdə göstərilən dağların yaranmasına səbəb olan litosfer tavaları. Biz sxemə diqqət eləsək, görərik ki, 1 və 2 tavaları üz-üzə gəlir. Birinci tava keçir ikinci tavanın altına. Biz bilirik ki, materik və okean tipli tavalar toqquşarkən, okean tipli tava daha yüngül olduğu üçün materik tipli tavanın altına keçir. Yəni, burada birincisi olmalıdır okean tipli, ikincisi olmalıdır materik tipli. Cavablara baxsaq, birincisi okean, ikincisi materik tipli olan sadəcə C variantı var. Doğru cavab olur C variantı. 69-cu sual. Deməli, xəritə sxemdə işarələnmiş ərazilərlə bağlı uyğunluğu müəyyən edin. Biz baxırıq ki, bu bir ərazi Ant Kolderiye sisteminə aiddir, yəni Ant dağlarıdır. 2. Sakit Okean odlu qövsüdür, Sakit Okean sahilləri. 3 isə Alp Himalayın bir hissəsi Alp Himalay qurşağıdır. Deməli, Sakit Okeanın qərb seysmik zonasını təşkil edir, bu 2-yə aiddir. 2 materik litosfer tavasının toqquşma zonasıdır, bu 3-ə aiddir. Avrasiya tavası ilə Hind, Avstraliya və Afrika, Ərəbistan tavalarının toqquşmasına uyğun gəlir. Materik və okean tipli tavalarının toqquşma zonasında nəhəng dağ silsilələri. Bu isə 1-ə uyğun gəlir, Ant dağları yaranır. Çoxsaylı adalar qövsü. Bu 2-yə aiddir. Kuril, Yapon, Filippin və s. Naska və Cənubi Amerika tavalarının toqquşma zonasında bu isə 1-ə uyğun gəlir. Deməli, buradan 1-ə aid olmalıdır 3, 5, 2-yə 1, 4. Baxaq cavablardan görək hansı uyğun gəlir. 3, 5, 2-yə 1, 4. 69-cu sual. Deməli, xəritə sxemdə işarələnmiş ərazilərlə bağlı uyğunluğu müəyyən edin. Biz baxırıq ki, bu bir ərazi Ant Kolderiye sisteminə aiddir, yəni Ant dağlarıdır. 2 Sakit Okeanın odlu qövsüdür, Sakit Okean sahilləri. 3 isə Alp Himalayın bir hissəsi Alp Himalay qurşağıdır. Deməli,
1-ə 3-ün və 5-in aid olduğu, deməli 1-ə 3, 5, 2-yə də aid olmalı idi. 4 və 1. 1 ilə 4. Deməli, Y variantı doğru cavabdır. 70-ci sual. Deyir ki, platformanın quruluş sxemində rəqəmlərə uyğun gəlməyən xüsusiyyətlər. Yəni, biz uyğun olmayanları götürəcəyik burada. Bu platformada A olan yer platforma örtüyü sayılır. Çökmə süxur qalınlığı çox olan yer, çökmə süxur qatı yəni. B isə biz baxırıq ki, B kristallik bünövrənin çölə çıxan yeridir. Yəni, səthə çıxan yeri ora qalxanlar adlanır. Qalxan və ya sipər. A platformanın əyilmə sahələrinə uyğun gəlir. Bu doğrudur. Bunu atırıq biz. Cavabların içərisində bir varsa çıxmalıyıq. B. Platformanın qalxanı olduğundan zəngin daş kömür. Bildiyimiz kimi platformanın qalxanlarında zəngin filiz yataqları olur. Daş kömür olmayacaq. 2 səhvdir. 2-ni götürürük. 3. Kristallik bünövrədən təşkil olunmuşdur B. Bu doğrudur. Ona görə atırıq. 3 olan cavab bu Y variantı da getdi. 4. B. Fəal seysmik qurşaq olduğundan platforma fəal seysmik qurşaq deyil. Deməli, yanlışdır. Bu yanlışı da götürürük. 2, 4. A. Qalın çökmə sıxır qatına malikdir. Şəkildən də görünür, sxemdən də görünür. 5 atırıq gedir. 6. Platformanın əyilmə hissəsində nazik çökmə süxurların toplandığı yerdir. A platformanın əyilmə hissəsidir, amma nazik sözü burada yanlışdır. Qalın çökmə süxurlar olmalıydı. Deməli, 2, 4, 6 yanlış cavabdır. B variantı. 70 B variantı. 71. Yerin geoloji inkişaf dövründə okean və quru sahələrin yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə də litosfer tavalar formasında mantiyanın üzərində daim olaraq müxtəlif istiqamətlərə hərəkət edir. Mətnə əsasən yaranan relyef formalarını müəyyən edin. Bizdən litosfer tavalarının üfüqi hərəkəti nəticəsində yaranan relyef formalarını soruşur. Bunlardan biri olacaq adalar qövsü, okean və materik tipli tavaların toqquşma zonasına aiddir. Digəri dərin sulu novlardır. Bu da materik və okean tipli tavaların toqquşma zonasına uyğun gəlir. Bir digəri isə quruda böyük sıra dağlardır. Bu da tavaların toqquşma sərhədinə uyğun gəlir. 2, 3, 6 doğru cavabdır. 72 uyğunluğu müəyyən edin. 72-də uyğunluğu müəyyən edin deyirsə bizə, biz cavablara bir-bir baxmalıyıq. Geosinkronal sahəyə burada A variantında yazıb Dekan yaylası. Dekan yaylası platformadır. Deməli, A variantı doğru cavab deyil. B variantında geosinkronala yazıb Kiçik Asiya, yəni Türkiyə, D-yə yazıb Kaliforniya. Kaliforniya Kordilyer dağlarını əhatə etdiyi, Kordilyer dağlarında olduğu üçün, Kordilyer dağlarının ətrafında olduğu üçün doğrudur. Platforma hissəyə də baxaq. Dekan yaylası, Taymır yarımadası. Taymır Şimal Buzlu Okeanın sahilidir. Bəli, platformadır. Və bir də yazıb Yutlandiya. Yutlandiya da Danimarkadır. Bəli, o ərazidə platforma sahədir. Doğru cavab B variantıdır. Digər variantlara baxmağa dəyməz. 73. Deməli, burada geosinkronalların inkişaf mərhələləri göstərilib. Geosinkronalların inkişaf mərhələlərini biz bir-bir sayası olsaq, birinci mərhələdə ərazidə böyük enmələr baş verir. İkinci mərhələdə bəzi ərazilər çöksə də, bəzi ərazilərdə qalxmalar baş verir, vulkanizm hərəkətə gəlir. Üçüncü mərhələdə dağ əmələ gəlmə, tektonik proseslər aktivləşir və dördüncü mərhələ daxili proseslər zəifləyir. Burada böyük enməyə məruz qalır. Bu 1-ə uyğun gələcək. 1-ə C. İkinci şəkilə baxsaq biz buradan, bəzi ərazilər qalxır, bəzi ərazilər çökür. Su 2 hissəyə parçalanıb. Deməli, 2 aid olmalıdır D. 3. Yer qabığının enməsi dağ əmələ gəlmə. Baxırıq ki, 3-cü şəkildə yüksək dağlar əmələ gəlib. 3-ə aid olacaq B. 4. Daxili proseslər zəifləyir. Baxırıq ki, 4-cü şəkildə bütün dağlar dağılıb tökülüb.
Yəni daxili proseslər zəifləyib, xarici proseslər üstündür. 4-ə də A. 1-ə C, 2-yə D, 3-ə B, 4-ə A, Y variantı doğru cavabdır. 73-də Y variantı. 74. Radio ilə xəbər verildi ki, ölkənin sahilinə qısa zaman sonra təbii fəlakət baş verəcəkdir. Bu vaxt ərzində əhalinin sahillərə yaxın ərazilərdən köçürülməsi, limanlarda dayanan gəmilərin açıq okeana çıxarılması. Bildiyimiz kimi, tsunami hadisəsi baş verməmişdən öncə bir xəbərdarlıq olunur. Çünki su geri çəkilməyə başlayır, okean sahilləri müəyyən qədər. Ona görə də gəmiləri açıq okeana çəkirlər. Limanlardan açıq okeana çəkirlər. Çünki limanlarda dalğanın hündürlüyü çox olur. Burada söhbət tsunamidən gedir. 75-ci sual. Uyğunluğu müəyyən edin. Konvergens sərhədlər, divergens sərhədlər. Biz divergens sərhədləri okeanda axtarmalıyıq. Divergens sərhədlərə aid olacaq 1 və 4. 4 İslandiya adasıdır. Bir isə Paska adasının olduğu yerə uyğun gəlir. Deməli, divergendə 2 aid olmalıdır, 1 ilə 4. Konvergens sərhəd toqquşma sərhəddidir. 2 Afrika və Avrasiya tavasının toqquşmasıdır. 3 və 5 Avrasiya və Sakit Okean tavalarının toqquşmasıdır. 2-yə, 1-ə də aid olacaq 2, 3, 5. Deməli, doğru cavab olur D variantı. 75 D variantı. 76. Litosfer tavalarının konvergens sərhədlərinə uyğun gələn adalar. A variantında Seyşel adası e, sərhəddə yerləşmir. İslandiya divergens sərhəddir. B variantında bu doğru cavabdır. Kuril və Yapon Avrasiya və Sakit Okean tavalarının toqquşmasıdır. Yeni Zelandiya, Hind, Avstraliya və Sakit Okeanın toqquşmasıdır. Aleut isə Şimali Amerika ilə Sakit Okeanın toqquşmasıdır. C variantında İslandiya, Azoru çıxa bilərik. D variantında e, D variantında buradan Komor adalarına çıxırıq, sərhəddə yerləşmir. Y variantında Azor adasını, Seyşel adasını çıxa bilərik. Doğru cavab B variantı. 76 B variantı. 77. Deməli, birinci tava hərəkətinə baxırıq ki, burada okean və materik tipli tavaların toqquşmasıdır. Yəni, bu birincisi konvergentdir. İkincisi isə ayrılmadır, divergentdir. Qısa yazaq, divergent. Deməli, biz bunlara uyğun olaraq cavablar seçməliyik. Deməli, litosfer tavalarının divergent sərhədlərinə uyğun gəlir. Bu 2-yə aid olacaq, 2-yə A. Cənubi Amerika və Afrika tavalarının sərhədlərinə uyğun gəlir. Deməli, Cənubi Amerika ilə Afrika Atlantik okeanı içərisində ayrılırlar bir-birindən. 2-yə uyğun gəlməlidir AB. 2-yə AB olan görək neçə cavab var? 2 dənəsini silirik. Aktiv seysmiklik müşahidə olunur. Tavaların bütün sərhədlərində aktiv seysmiklik olur. 3-ə C. 3-ə C olmalıdır. 3-ə C olmayanda üstündən xətt çəkmək lazımdır. Aleut, Kuril kimi adalar, Aleut və Kuril adaları materik və okean tipli tavaların toqquşmasına uyğun gəlir. 1-ə D olmalıdır. Peri və Marian novları əmələ gəlib. Novlar materik və okean tipli tavaların toqquşma sərhədinə uyğun gəlir. 1-ə olmalıdır D-Y. 1-ə D-Y, 2-ə AB, 3-ə C. A variantı doğru cavabdır. 77-də A variantı. 78. Litosfer tavalarının konvergens sərhəddində yerləşən fəaliyyətdə olan vulkanlar. Biz bunun cavabını asan tapmaq üçün divergens sərhəddə olan vulkanları da çıxacağıq və sönmüş vulkanları da çıxacağıq. A variantından Mauna Loa Havay adalarıdır. Havay adaları və İslandiyada olan vulkanları çıxmaq lazımdır. Kazbek böyük işıqlıda sönmüş vulkandır. B variantında Bardambunga və Hekla İslandiyadadır, yəni divergentdir. C variantında Kazbek sönmüş vulkandır, Torağay palçıq vulkanıdır. D variantında Hekla İslandiyada yerləşir, divergent sərhəddir.
Y variantı doğrudur. Etna Vezuvi İtalya'dır. Fusiyama Japonya, Krakatau İndonezya. 78'de Y variantı. 79-cu sual. Tavaların konvergens sərhədində yerləşən bu dəfə sönmüş vulkanlar istəyir. Biz fəaliyyətdə olan vulkanları çıxa bilərik. B variantından Etna Vezuvini çıxırıq. C variantından Fuziyama Aso və Heklanı çıxırıq. D variantından Kilimanjaro Krakataunu çıxırıq. Y variantından Kulüçü Sopkası Etna Vezuvini çıxırıq. Doğru cavab olur A variantı. Elbrus Kazbek Böyük Qafqazda yerləşir. Qızılboğaz Böyük İşıqlı isə Azərbaycanda, Kiçik Qafqazda, Qarabağ vulkanik yaylasında yerləşir. 79 A variantı. 80-ci sual. Platforma və geosiqnallarda yerləşən müvafiq düzənliklər. Platformada yerləşən düzənlik adı daha çoxdur. Biz geosiqnalda yerləşən düzənlikləri bilsək, daha rahat şəkildə cavabı tapa bilərik. Geosiqnallarda yerləşən düzənliklər Şimali Amerikada Böyük Hövzə, yəni Ant və Koldiriyer dağlarında yerləşən yaylalar, Colorado, Meksika, Cənubi Amerikadan məsələn Altiplano, Puna, Peru və sair yaza bilərik. Avrasiyadan Meksika, daha doğru Meseta, Pirne yarımadasında, Padan, Orta və Aşağı Dunay, Dinar, Anadolu, Qarabağ, Azərbaycan ərazisində olan düzənlik və yaylaların hamısını deyə bilərik. İran, Tibet, Küraraz və s. İndi A variantında biz geosiqnallara görə qərar verəcəyik. Dekan və Mississippi ola bilməz. B variantına baxaq, yəni geosiqnallara görə. Böyük Çin düzənliyi ola bilməz, Almaniya, Polşa ola bilməz. C variantına baxaq. Kolxida, Küraraz, Padan, Lənkəran bu doğru cavabdır. C variantı doğru cavab. 81-ci sualda, az öncə 80-ci sualda izah elədiyimiz kimi, biz geosiqnala əsasən daha rahat qərar verə bilərik. İkinci hissədə Orta Sibir qədimdir, Əhəqqar qədimdir, Tibesti, Darfur qədimdir. Bunları çıxırıq. B variantında Orta Sibiri çıxmaq lazımdır. C variantı doğru cavabdır. Bəli, Meksika, Anadolu, Qarabağ vulkanik yaylası, Böyük Hövzə bunlar geosiqnalda yerləşən yaylalardır. 81-də C variantı. 82. Qraben antiklinal terraslar. Terraslar pilləkən formalı relyef formalarıdır. Deməli, terrasa burada aid olacaq 3-ə 2. Çay terrasları var, dəniz terrasları var və s. Antiklinal qalxmalardır. Antiklinal üfüqi tektonik hərəkətlərə aiddir, tavaların sərhəddinə. Deməli, 2-yə 1 uyğun gələcək. Qrabenlər də tektonik çat zonasında olur, qırılmalardır, sınmalardır. 1-ə də uyğun gələcək 3. Deməli 1-ə 3, 2-yə 1, 1-ə 3, 2-yə 1, 3-ə 2 B variantı doğru cavabdır. 83. Sinkronal üfüqi tektonik hərəkətlərdir, çökmələrə aiddir. 1-ə 3 aiddir. 2. Horst qırılmalar zonasında, sınma zonasında qalxmalardır. 2-yə aid olacaq 1. Qraben də Horsun olduğu yerlərdə dərin çökmələrdir. 3-ə də aid olacaq 2. 1-ə 3, 2-yə 1, 3-ə 2 Y variantı 83-cü sualda doğru cavabdır. Deməli, 84-cü sual. Sxemdə təsvir olunmuş tavaların hərəkəti səbəb olmuşdur. Burada yenə də birinci materik və okean tipli tavaların toqquşması, yəni konvergentdir. İkincisi isə tavaların bir-birindən ayrılmasıdır. Azor adalarının yaranması tavaların bir-birindən ayrılmasına aiddir. Divergent 2-yə 1. Naska və Cənubi Amerika tavalarının sərhədlərinin yaranması bu 1-ə aid olacaq. Toqquşmadır.
Şimali Amerika və Avrasiya tavalarının sərhədləri formalaşması. Şimali Amerika ilə Avrasiya Atlantik okeanında bir-birindən ayrılır. Yəni divergent sərhədləri var. Hekla vulkanının yaranması. Hekla vulkanı da İslandiya adasındadır. Divergent sərhəddə uyğun gəlir. Peru novunun yaranması. Peru novu Naska və Cənubi Amerika tavalarının toqquşma sərhəddidir. Deməli, doğru cavab olacaq 1-ə 2, 5, 2-yə 1, 3, 4. A variantı doğru cavabdır. 85-ci sual. Seysmikliyin zəif və güclü olduğu ərazilərdə yerləşən paytaxt şəhərləri A variantında Oslo Norveçin paytaxtıdır, Varşava Polşa, Braziliya, Canberra Avstraliya, London Böyük Britaniya. Bunlar hamısı zəif yerdə, platformada yerləşən ərazilərdir. İkinci hissəsi güclü olduğu soruşur. Santiago Çilidir, Lima Peru, Tokyo Yaponiya, Meksika Meksika, Manila Filippin. Elə A variantı doğru cavabdır. Çünki aşağıda yerləşən şəhərlər fəal seysmik qurşaqda yerləşən şəhərlərdir. Etna vulkanının yerləşmiş vulkanlarla oxşar əlamətlərini müəyyən edin 86-cı sualda. Etna İtaliyada yerləşir, Siciliya adasında, yəni adada yerləşir. Vezuvilə yarımadada yerləşir cavabını götürə bilmərik. Çünki Etna adada yerləşir. Fəaliyyətdə olan vulkanı götürə bilərik. Yəni 1-dən 2-ni götürdük. Litosfer tavalarının konvergens sərhədinə uyğun gəlir, bəli. Birincidən 2 və 3-ü götürürük. İkincidən Pinatubo yerləşir Filippində, Luson adasında. Adada yerləşir. Bəli, bunu götürə bilərik. 2-dən 4-ü götürəcəyik. Alp Himalay dağlıq qurşağı deyil. Filippin Sakit Okean qurşağına aiddir. Şimal və şərq yarımkürələrində yerləşir. Bəli, doğru cavabdır. Bu da 2-dən 4, 6. Üçüncüdən Hekla, litosfer tavalarının divergent, Etna konvergent sərhəddir. Litosfer tavalarının okean tipli yer qabına malik olan hissəsində yerləşir. Bunu da götürməyəcəyik. Bu da Heklaya aiddir. Avropa qitəsində həm Etna, həm Hekla Avropa qitəsinə aiddir. Deməli, doğru cavab olacaq 1-ə 2, 3, 2-yə 4, 6, 3-ə isə 9. Baxaq görək hansı variantdır. 3-ə 9 olan sadəcə D variantı doğru cavabdır. 87-ci sual. 87-ci sualda deyir ki, paleotektonik, neotektonik. Neotektonik sadəcə Kaynozoy erasında baş verən hadisələrdir. Yəni biz neotektonik proseslər deyərkən cavan ərazilər götürməliyik. Paleotektonik isə qədimdə baş verən hadisələrdir. Kaynozoy erasında baş vermiş hadisələr bu neotektonikə aid olacaq 2A. Bu hərəkətlər hazırda kataklizmlərə, kataklizmlər zəlzələ, vulkan, yer tərpənişləri deməkdir. 2-yə B aiddir. Avrasiyada bu proses nəticəsində formalaşan relyef. Avrasiyada bilirik ki, Paleozoy yaşda, yəni qədim ərazi də var, cavan ərazi də var. Ona görə də bu ortaya gedəcək. Qədimdə baş vermiş tektonik proseslərdir. 1-ə D olur. Bu proses nəticəsində yaranan ərazilərin çox hissəsi hazırda platformaya çevrilmişdir. Qədim ərazilər platformaya çevrilib. Deməli, 1-ə aid olacaq D-yi, 2-yə aid olacaq AB, 3-ə C. C variantı doğru cavabdır. 88. Xəritə sxemə əsasən konvergens sərhəddə yerləşən vulkanları seçin. Deməli, İslandiya divergens sərhəddə yerləşir. Bu ola bilməz. Avstraliyada ümumiyyətlə fəaliyyətdə olan vulkan yoxdur. Bu da ola bilməz. 2 doğrudur, Yaponiyadır. 4 İtaliyadır. Bu da doğrudur. 5 Ant dağları. Bu da konvergens sərhəddə yerləşir. 2, 4, 5 doğru cavabdır. 89-cu sual. Geosinkron sahədə yerləşən məntəqələri müəyyən edin. Litosfer tavalarının mərkəzi hissələri geosinkron olmur. Avstraliya tamamilə qədim platformadır. 6 Cənubi Amerika platformasıdır.
Bir də Sibir platformasıdır. Deməli, bunları götürə bilmərik. 2, 4 və 5 doğru cavablardır. 2 ilə 4 Alp Himalay qurşağına düşür. 5 isə Ant Koldiriyə düşür. 2, 4, 5 doğru cavabdır. 90-cı sual. Avstraliya materikinin qədim platformadan təşkil olunmasının nəticəsi. Deməli, zəlzələlərin zəif müşahidə edilməsi bitki örtüyünün çox və ya az olması iqlimlə bağlı bir şeydir. Ona görə 3 atırıq birbaşa gedir. Avstraliyada bildiyimiz kimi relyefdə cavan dağlar yoxdur. Bunu da atırıq gedir. Çay şəbəkəsinin sıx və az olması əsasən iqlimlə bağlı olan bir şeydir. Bunu da atırıq gedir. Düzənlik relyef üstündür. Bəli, qədim platformalarda düzənlik relyef üstün olur. Zəlzələ zəif müşahidə olunur. Bu da doğrudur. Filiz faydalı qədim platformalarda kristallik bünövrənin yer səthinə çıxdığı və yaxın olduğu yerlərdə filiz çox olur. Ona görə də burada doğru cavab olacaq 1, 2, 4. 91-ci sual. Fəal seysmikliyə malik olan adaları müəyyən edin. Şimal buzlu okeanda olan adalar tamamilə çıxmaq lazımdır. Baffin torpağı, bunu çıxırıq. Şimal buzlu okeandadır, fəal ərazi deyil. Tasmaniya Avstraliyanın ətrafındadır. Avstraliyada fəal deyil. Və burada İrlandiya Böyük Britaniyanın yanındadır. Bu da fəal deyil. Havay adaları vulkan baş verən yerlərdir, fəal ərazidir. Yapon adaları konvergens sərhəddə yerləşir, fəaldır. Yava İndoneziya adalarıdır, vulkan baş verən ərazidir, konvergens sərhəddir. 2, 3, 6 doğru cavabdır. 92-də fəal seysmikliyə malik olan adaları müəyyən edin. Şimal Buzlu okeanda yerləşən Novaya Zemlya adasını çıxırıq burada yenə də. Madagaskar Afrikanın şərqindədir, tamamilə platformada yerləşir. Newfoundland Şimali Amerikanın şərq hissəsində yerləşir, Kanadaya məxsusdur, tamamilə platforma sahədir. Azor adası divergent sərhəddə yerləşir. Yapon və Siciliya adası bunlar konvergent sərhəddə yerləşir. 1, 2, 5 doğru cavabdır. 93-cü sual. İslandiya və Yapon adalarına aid olan oxşar xüsusiyyətlər tavaların sərhədində yerləşir. Bəli, İslandiya ayrılma sərhəddidir, Yapon toqquşma sərhəddidir. Biri götürürük. Platforma deyirlər, 2-ni atırıq. Geotermal enerji hər ikisində geyzerlər var. Geyzerlərdən də enerji alınmasında istifadə olunur. 1, 3. Seysmik cəhətdən sabit ərazi deyirlər, tava sərhədləridir. Qranit qatan malikdirlər. Bu Yapon üçün doğrudur. Amma divergent sərhəddə yerləşən adalarda qranit qat olmur. Şimal yarımkürəsi hər ikisi üçün doğrudur. 1, 3, 6 doğru cavabdır. 94. Uyğunluq pozulmuşdur der bizə. Bu suallarda diqqətli olmaq lazımdır. Qərbi Sibir akkumulyativ düzənlikdir, cavan platformadır və ovalıqdır. Bu doğrudur. Bizə doğru lazım deyil. Biri atırıq. Tibesti şahid dağlardır, doğrudur. Qədim platformadır, bu da doğrudur, amma yüksəklik deyil. Tibesti dağlıq ərazidir. 2-ni götürürük. Amazon akkumulyativ düzənlikdir, cavan platforma deyil. Bunu da götürürük. Turan akkumulyativ düzənlik, cavan platforma, ovalıq, bu doğrudur. Bunu atırıq. Sonra Kür-Araz alluvial düzənlikdir, geosinkronal ərazidir, ovalıqdır. Bunu da atırıq. Burada doğru cavab sadəcə 2 və 3-dür. Yəni uyğun olmayan cavab sadəcə 2 və 3-dür. 95-ci sual. Uyğunluq pozulmuşdur deyir bizə yenə də. Orta Sibir bütün yaylalar denudasyon düzənlik deyirik. Qədim platformadır, hündürlüyü 500 metrdən çoxdur. Bunu atırıq doğru olduğu üçün. İran denudasyon düzənlik geosignal hündürlüyü 500 metrdən çoxdur. Bu da doğrudur, bunu da atırıq. La Plata alluvial düzənlik qədim platforma və hündürlüyü 200 metrdən azdır. Cənubi Amerika platformasında yerləşir. Bu doğrudur, bunu da atırıq. Kür-Araz akkumulyativ düzənlikdir. Bütün ovalıqlara akkumulyativ düzənlik deyə bilərik. Amma cavan platforma deyil. 4 səhvdir.
Braziliya yayladır, denudasyon düzənlikdir, amma geosinkron sahə deyil, bu da səhvdir. Deməli, 95-ci sualda 4 və 5. 4 və 5-i götürürük. 96-cı sual. Düzgün səbəb-nəticə əlaqələrini müəyyən edin. Azərbaycan geosinkron sahədə yerləşdiyi üçün geotermik pillə böyükdür. Bu yanlışdır. Geosinkron sahələrdə geotermik pillə kiçik olur. Yəni artıq 33 metrdə 1 dərəcə deyil, daha kiçik məsafə getməklə 1 dərəcə temperatur artır. 1-i atırıq. Tektonik sınma zonalarında mineral və termal bulaqlara rast gəlinir. Bu doğrudur. Tektonik sınma zonaları əsasən dağətəyi ərazilərə düşür. Onlar mineral və termal bulaqlarla zəngindir. Avrasiya və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Qafqaz dağları yaranıb yanlışdır. Qafqaz dağları Ərəbistan və Avrasiya tavasının toqquşma zonasıdır. Subduksiya prosesi Orta okean silsiləsi yaranır. Orta okean silsilələri divergent sahədir. Yəni tavaların ayrılmasından yaranır. Bu da yanlışdır. Yerin daxilində yüksək temperatur və təzyiq metamorfik suxurlar yaranır. Bu doğrudur. Deməli, 96-cı sualda doğru cavab olacaq 2 və 5. 97. Hansı ölkələr üçün neotektonik? Neotektonik deyərkən biz geosinkron əraziləri götürürük, cavan əraziləri götürürük. Deməli, burada 2 ola bilməz. Afrikanın mərkəzi hissələri, şimal hissələri platformadır. Avstraliya tamamilə platformadır. 5 Skandinaviyanın yanı, yəni Finlandiya ərazisinə düşür. Bunlar tamamilə platformadır. Burada doğru cavab olacaq 1, 4, 6. 6 Pireneya yarımadası 4 Kiçik Asya yarımadasıdır. Alp Himalaya düşür. Bir də Ant dağlarıdır, fəal zonadır. 1, 4, 6 doğru cavabdır. 98. Neotektonik deyərkən biz cavan əraziləri götürürük. Paleotektonik deyərkən qədim əraziləri. Mərkəzi düzənlik Amerikadadır, Şimali Amerikadadır, qədim ərazidir. Bunu birbaşa çıxırıq. Kamçatka yarımadası, bəli, cavan ərazidir, geosinkronaldır. Orta Sibir qədim ərazidir. İkini götürürük. Kalahari çökəkliyi Afrikanın cənubudur. Afrikanın cənubu tamamilə platformadır. Sadəcə Afrikanın şimal-qərbində Atlas dağları cavandır. Bir də Şərqi Afrika sınma zonası 4-cü dövrdə fəallaşmışdır. Meksika yaylası cavan ərazidir. Madagaskar platformadır. Bəli, bunu da götürürük. Böyük su ayrıcı Avstraliyadadır, qədim ərazidir. Bunu götürmürük. 6-cı Anadolu yaylası neotektonik proseslər olacaq cavan ərazidir. Novaya Zemlya Şimal Buzlu Okeandır. Şimal Buzlu Okeanda yerləşən adalar demək olar ki, tamamilə platformadır. 2, 4, 6 doğru cavabdır. 98-də. 99. E, xəritə təsvirə baxsaq, şəkil sxemə baxsaq, görərik ki, burada Cənubi Amerika yazılıb və Nazca yazılıb və orta hissədə də Ant dağları var. Yəni, bizə Ant dağlarında yerləşən vulkanları istəyir. Krakatay İndoneziyadadır, çıxırıq. Elbrus Qafqaz dağlarında sönmüş vulkandır, çıxırıq. Vezuvi İtaliyada Apenin yarımadasında yerləşir, çıxırıq. 2, 4, 6 doğru cavabdır. Ant dağlarında yerləşən vulkanlardır. Deməli, 100-cü sual deyir ki, litosfer tavası və sərhədində. Hind-Avstraliya ilə Sakit Okeanın sərhədində Yeni Qvineya adası var. Bir doğrudur. Avrasiya və Şimali Amerikanın sərhəddində, divergent sərhəddində İslandiya var. Bu da doğrudur. Cənubi Amerika və Afrikanın ayrılma sərhəddində müqəddəs Yelena var. Bu da doğrudur. Sakit Okeanla Havay adaları tava sərhəddində yerləşmir. 4-ü çıxırıq. Afrika və Hind-Avstraliya tavasının sərhədində Şri-Lanka yoxdur. Bunu da çıxırıq. Şri-Lanka tamamilə platformadır. Sakit Okeanla Avrasiyanın sərhədində Yeni Zelandiya yerləşmir. Yeni Zelandiya Sakit Okeanla Hind-Avstraliyanın konvergent sərhədində yerləşir. Deməli, doğru cavab olacaq burada 1, 2, 3. Yüzdə 1, 2, 3. Deməli, 101-ci sual.
Şimali Amerika tavası ilə Afrika tavasının oxşar xüsusiyyətləri. Həm divergent, həm konvergent sərhədlərə malikdir. Bəli. Örtük və dağ buzlaqlarına rast gəlinir. Örtük buzlaqları soyuq yerlərdə olur. Soyuq yerlərdə olduğu üçün Şimali Amerika üçün doğru deyə bilərik. Məsələn, Kanada, Arktika arxipelagında adalardan, Qrenlandiya. Amma Afrika üçün doğru deyil. İkini atırıq. Okean tipli litosfer tavası ilə toqquşma zonasındadır. Afrika hər hansı okean tipli tava ilə toqquşma zonasında yerləşmir. Amma Şimali Amerika yerləşir. Məsələn, Şimali Amerika Sakit Okean tavası ilə toqquşur. Qərb və şərq hissələri seysmik cəhətdən aktiv zonalardır. Bəli. Çünki Şimali Amerikanın qərb hissəsində Sakit Okean, şərq hissəsində Avrasiya tavası var. Afrikada eyni şəkildə qərb hissəsində e, Cənubi Amerika tavası, şərq hissəsində Hind-Avstraliya var. Avrasiya tavası ilə sərhəddə malikdir. Bəli, doğrudur. Şelf düzənliklərinə rast gəlinmir. Şelf düzənlikləri materiklərin kənarındadır. Hər iki tavanın kənarında, yəni dayaz düzənliklər var. Doğru cavab olacaq 1, 4, 5. Sonra 102-ci sual. Cədvələ uyğun gələn bəndi müəyyən edin. Cədvəl biraz böyükdür. Deməli, litosfer tavaları doğru xüsusiyyətləri istəyir bizdən. Deməli, Şimali Amerika, Avrasiya tavası ilə ayrılma zonasında İslandiya adası yerləşir. Bəli, şərq hissəsində rift dərələri. Bəli, əgər divergent sərhəd varsa, adətən rift dərəsi olur. Biri götürürük. Afrika, Ərəbistan tavası ilə toqquşma zonasında, Afrika tavası ilə Ərəbistanın toqquşma zonasında Qafqaz dağları yerləşmir. Qafqaz dağları Ərəbistan və Avrasiya tavasının toqquşma zonasıdır. Əslində biz biri götürməyəcəyik. Çünki orada yanlış xüsusiyyət deyir. Biri də silməliyik. İkinci hissəsinə baxmadım mən. Deməli, Cənubi Amerika həm qərb, həm şərq sərhəddi geosignal ərazidən keçir. Bəli. Azor Paska adalar konvergentdə deyil, divergentdədir. Üçü götürə bilərik. Hind-Avstraliya cənubdan Antarktida tavası ilə sərhəddə malikdir. Madaqaskar adası Hind-Avstraliya ilə Afrika tavasının ayrılma zonasında yaranıb. Bu da səhvdir. Demək, bunu da götürürük. Sakit Okean digər litosfer tavaları ilə hər tərəfdən divergent sərhəddə malikdir. Divergent sərhəddə malik olmayacaq. Çünki Sakit Okeanın, məsələn, tavalardan konvergent sərhəddə var, divergent də. Konvergent sərhəd bir neçəsi misal deyim. Tutaq ki, Şimali Amerika ilə Avrasiya ilə konvergent sərhəddi var. Divergent sərhəd olaraq, məsələn, Naska ilə divergent sərhəddi var. Deməli, burada doğru cavab olacaq 3 və 4. 103-cü sual. Galapagos, Yeni Zelandiya, San Pedro, Paska. Naska və Cənubi Amerika tavalarının sərhəddində yerləşən burada olacaq San Pedro vulkanı. 3-ə A. Naska və Sakit Okean tavalarının ayrılmasından Paska adası əmələ gəlib. 4-ə B. Naska və Kokos tavalarının ayrılması Qalapagosa aiddir. Sakit Okean və Hind-Avstraliya tavalarının toqquşması bu Yeni Zelandiya adasıdır. Sakit Okean və Avrasiya tavalarının toqquşması bu heç birinə aid olmur. Deməli, hərəsinə bir dənəsi uyğundur. 1-ə C, 2-ə D, 3-ə A, 4-ə B. Sonra 104-cü sual. Qədim platformalar və geosignallar üzərində düzənliklər. Deməli, biz geosignallar üzərində düzənlikləri bilirik. Kür-Araz və Meksika yaylası geosignallardadır. Kür-Araz yerləşir Alp Himalayda, Meksika yaylası Ant-Koldiriyedə. Deməli, burada 2-yə aid olmalıdır. 2-yə aid olmalıdır B və Y. Qədim platforma dediyi üçün A və D aid olacaq. C heç birinə aid olmur, çünki Turan ovalığı cavan platformadır.
105-ci sual. Platformaların əyilmə və qalxan sahələrində yaranma ehtimalı çox olan faydalı qazıntılar, əyilmə sahələri platformalarının daha çox ovalıqlara uyğun gəlir, ovalıqlar. Qalxma sahələri isə yaylalara daha çox uyğun gəlir. Deməli, platformanın əyilmə sahələrində qeyri-filiz və yanacaqlar olur. Qalxma sahələrində isə filiz olur. Əyilmə sahəsinə aid olacaq burada A, bir də C. A və C. Qalxma sahələrində filizləri götürməliyik. Burada olacaq B və D. Y heç birinə uyğun gəlmir. Çünki birində filiz yazıb, digərində yanacaq yazıb. Filizlər qalxma sahələrində olur, yanacaqlar isə çökmə sahələrində. 1-ə AC, 2-yə BD doğru cavabdır. 106. Konvergent divergent sərhəd. Divergent sərhəddə aid olacaq burada rift dərələri və sualtı vulkanlar. C və Y ayrılma sərhəddidir. Faylı dağlar qədim dağlardır, heç birinə aid olmayacaq. Qırışıq dağlarla, yəni cavan dağlarla Göysvarı adalar isə aid olacaq konvergent, yəni toqquşma sərhəddinə. 107. Uyğunluğu müəyyən edin. Havaların toqquşması, faylı dağları seçə bilmərik. Havaların toqquşması aid olacaq dərin novlar və Göysvarı adalar. Dərin novlar və Göysvarı adalar materik və okean tipli havaların toqquşma zonasıdır. Biri aid olacaq B və D. Zəlzələyə aid olan burada termin Y var. Hiposentr zəlzələnin yeraltı mərkəzidir və yaxud zəlzələ ocağı. Havaların kənarlaşması, bir-birindən ayrılmasına aid olacaq A. Faylı dağlar qədim dağlardır. Bu, havaların mərkəzi hissələrində yerləşir. 108-ci sual. Qədim platforma vilayəti. Qədim platformalar Arxeya və Proterozoy eralarında yaranıb. Qədim platformaya aid olacaq burada A. Qədim qırışıqlıq qədim dağlar deməkdir. Qədim dağlar var burada Appalaç və Skandinaviya. 2 aid olacaq B, D. Orta qırışıqlı Mezoya aid olacaq Tibet və Suxoti alin C və Y. 1-ə A, 2-yə B, D, 3-ə C, Y. 109-cu sual. Platforma örtüyü kristallik bünövrə. Platforma örtüyü platformanın üst qatıdır, üstə yerləşən qatıdır. Daha çox çökmə süxurlardan ibarət olur. Platformanın alt mərtəbəsi kristallik bünövrəyə aiddir. Güclü zəlzələ heç birinə aid deyil. Yanar faydalı qazıntılar platforma örtüyündə olur. Çünki çökmə süxurların qalınlığı çoxdur. Akkumulyasiya prosesi üstünlük təşkil edir. Bu da daha çox platforma örtüyünə aiddir. Maqmatik metamorfik süxurlardan təşkil olunmuşdur kristallik bünövrə. 1-ə C, D, 2-yə A və Y. Və bu bölmənin sonuncu sualı. Uyğunluğu müəyyən edin. Hors və qrabin. Tektonik çatlar boyu ərazilərin qalxması nəticəsində yaranır. Bu Horsta aiddir. Tektonik çatlar boyu ərazilərin enməsi nəticəsində bu qrabinlərə aiddir. Horslar bu şəkildə, qrabenlər isə bu şəkildə olur. Horst, qraben. Orta okean silsilənin rift dərələrinə uyğun gəlir. Rift dərələrində, orta okean silsilələrində dərin novlar var, dərin çökəklilər var. Onlar rift dərəsidir. Bunlar qrabenlərə uyğun gəlir. Rift dərələrinin kənarı boyunca simmetrik yerləşir. Deməli, qraben varsa onun ətrafında horst olur. Bu horsta aid olmuş olacaq. Və axırıncı ensiz, uzun və dərin göllərin yaranması. Dərin göllər yaranır qrabində. Deməli, 1-ə aid olacaq A, D, 2-yə B, C, Y.